Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Düşündüm bu həftə full həftəni vloqluyum. Çünki bu həftə maraqlı tədbirlər olacaq. Düzdür, həftə sonunda, amma həftənin əvvəlində iş həyatını, belə oxuduqlarımı, izlədiklərimi hamısını bir yerdə yorumlayarıq. Maraqlı olar deyə düşündüm. Ona görə full həftəni bir yerdəyik. Xoş seyirlər. Yağmur mu yağacaq? Ben maşında. Yaz çok yağışlı. Yağışlı bir yaz. Bereketli bir yaz. Güleydin. Mesela dostlar çattık. Birinci gün olduğu için tıxacdı ve bir sürü beşlerimiz var. Elə bir ki işe köçürük. Size gidək çantamın içinde neler olduğunu göstereceğim. Çantamda ne var? Hakikaten yani bir sürü şeyler var. Ona göre görməlisiniz. Ve Elçin dayıyla sağlaşaq sonra da. Ama tripod getirməmişəm. Unuttum tripod. Salam Elçin dayı necəsiz? Gözün Elçin dayı kameralara el sallaya bilərsiniz. Kızın nişanlısını toyu. Allah xoşbəxt Sağ etsin. olsun. Yani oğlum toy. Oğlum Oğlanın kız soyusu. Oğlanın toyu mayının 25'i. hadi aklı Hə, inşallah. Sabahınız xeyir. Səbəni söyle. Sizin olsun, o gələ iştirak edin. Bizim için mi olsun? Olsun, bəli. Olsun artık ne yapayım? Həftə sonundan sonra işə qaydanda elə bilirəm ki, harasa köçürəm. Ona görə həmişə 2 dənə çanta ilə gəlirəm və ikisi full dolu olur. Yəni düşünün indi halimi. İndi göstərəcəm sizə çox önəmli əşyalar nə var çantamın içində. Əsas məsələ ajandam. Çünki bunu işdə yazıram və bir də 5-ci gün evə aparacağam. Sonra kameramın adaptırı. Sonra dəftərim. Bunu həftə sonu evdə yaza bilmədim. Ona görə gətirdim ki, bugün işdə yazım. Rahatlamaq lazımdır. Sonra kitabım. Kitabla bağlı indi danışacağım sizə uzun-uzun həm haqqında. Düzü bitirməmişəm, sadəcə bəzi nəşriyyatla bağlı falan danışmaq istəyirəm. Sonra burada dərs materialı var. Bu heç. Sonra içində eynək. Hava yağış yağır, o sırada mən eynək gətirmişəm. Sonra dəftərim. Dəftər mənim bir ideyalarımı, planlarımı yazdığım bir dəftərdir. Minikdir, rahatdır. Bütün çantalarımın içinə ata bilirəm. Sevirəm ona görə. Sonra telefonumun adaptörü əlbəttə ki, gündə 100 dəfə şarj elədiyim üçün hər yerə mənimlə gedir. Bir sürü qələmlər var. Qara, qırmızı, mavi. Bundan hələ yenə var. Bir dənə də qara qələm. Sonra bir sürü sadə qələm. Bunları daha çox sudoku, bir də dərs oxuyanda istifadə edirəm. Niyə 3 dənə də onu bilə bilmədim. Sonra case. Bunu niyə gətirmişəm? Case'lərim MagSafe'lidir. Bu aldığım tripodun bir üçündür. Bir də silikon yapışmır. O biri case'imi gözləyim də göstərim. Buna yapışmır deyə və bəzən video çəkəndə pəncərəyə falan yapışdırmalı oluram deyə özümlə bir dənə əlavə case gəzdirirəm. Sonra dodaq qələmim. O silikonu da göstərim sizə. Bu o göstərdiyim kabroya yapışmır deyə silikondan istifadə edirəm. Sonra əlbəttə ki glossum və mənim ən çox soruşulan şey paylaşanda dodaqda kompos olur ki, daha çox istifadə etdiyim gloss budur. Kikonun bu neçədir? 17 nömrəsi, bir də desən 20 ya da 21. Baxıb nömrəsini deyərəm sizə. Bir dənə də dodaq qələmi, 2 dənə dodaq qələmi gətirmişəm. Niyə? Sonra burada da başqa bunu için Instagramda da paylaşmamışam. Aldığım ən yaxşı məhsullardan biridir. Deməli, kamera falan CD kartları telefona bilirsiniz taxmaq olmur indiki telefonlarda və bu belə bir keçiricidir. Kartı bura taxırsınız və bunu da telefona taxa bilirsiniz. Bunu telefona taxanda içərisindəki bütün məlumatları görmək olur. Gözünüzə bir şey olur. Yəni belə taxırsınız və CD kartının içərisinə baxmaq olur. Mən bunu daha çox kamerama görə aldım. Çünki ancaq kompüterdə baxa bilirdim, bir də proqramın özündən. Amma proqramın özündən yükləyəndə keyfiyyəti biraz aşağı düşürdü. Həm də istəmirdim düşdü və rahatlıqla baxmaq istəyirdim ki, içində nə var, nə yox. Ona görə aldım və çox istifadəyə yararlıdır. Əgər yəni CD kart və yaxud da ki, belə keçirici istifadə edirsinizsə, ala bilərsiniz. Sonra bir dənə belə highlighter almışam. Bunu da yenə dərslər oxuyanda ya kitab oxuyanda istifadə edirəm. Sonra qulaqcıq. Belə ipli qulaqcıqlar istifadə edən nadir insanlardan biriyəm məncə. Sonra kartlıq. Sonra bu bir də nədir? Anahtarlar. Və çox qəşəng bir dənə anahtarlıq almışam. Üstündə adım var. Bilmirəm görünür yoxsa yox. Nəsə.
Bu bir hissəsi, digər hissəsini də göstərmirəm. Bu qədər əşya işdə lazımdaydı mı bilmirəm. Artıq həftə sonu qaydanda görəcəyik. 4 dəqiqə çantamda nə olduğunu göstərdim. Mən bunu paylaşaram mı? Böyük ehtimal burada çəkmişəm, paylaşım, yəni 4 dəqiqə, amma ona görə demək cəmiyyət o vaxtı çantamda nə var çəkirmiş. Çünki bayağı bir uzun oldu. 4 dəqiqə toplasam mən başqa bir mövzunu danışa bilərdim. Neysə dostlar, gedək çay dəmləyək. Dostlar, nəhayət çıxdıq işdən gedirik evə. Bu gün heç bilmirəm nə çəkdim. Çünki birinci gün yoğunluğu deyə bir şey var və həqiqətən bayağı full işləmişik. Aysu şu an özünü hiss eləmir, kafasını qoparıb atmaq istəyir, isyanlardadır. Eynisi ilə məndə, amma ən azından işlərimizi həll etmiş olduq. Məncə həftənin qalan günləri daha produktiv ola bilirik. Ən azından şəxsi işlərimiz adına. Neysə, bugünü burada sonlandırıram çünki evə gedib heç nə çəkməyə halım yoxdur. Gedib biraz kitab və dərs oxuyacağam. Sabah görüşənədək bay bay. Sabahınız xeyir dostlar. Bugün evdən uçuram çünki hava yağışlıdır, ona görə gec çıxacaq. Bir də ki, yuxu rejimimi dəyişdirmişəm. 9-da yatıram, 5-6 oyanıram və işə gedənə qədər vaxtım qalır. Əslində yaxşıdır çünki yuxudan oyanan kimi işə getmək birazcık pisdir. Keçin eləyə bilmirsən. Oyandın elə işə düz, monoton, amma ən azından oyananda səhər nəsə eləməyə vaxtım qalır. Ona görə indi hazır gözləyirəm ki, birazdan çıxım. Bir də yəqin ki, işdə davam edərəm. Nəhayət uzun uğraşlardan sonra gəlib işə çatmışıq. Yağışlı havaları çox sevirəm, amma ki, yol çox tıxac olur. Yəni 1 saatlıq yol olur, 2 saat və boşa bir vaxt tiksin. Ona görə biraz işlər toparlayıb stok çözmək istəyirəm. Neçə gün stok çözmək. Bilmirəm, doğru yox. Kameram su olacaq Marketdə öyle maşınla getireceğim. Psikolojimiz kötüdür. Ay hə, heç nəmə. Sən istədin. Sağ kimi Ay sözünü bowling değil. Ay çıkamıyorum. Bir şey koku gelir buradan. Təbiət kokusu gəlir. Təbiət kokusu gəlmək istəyir. Biz size yolumuza göstereceğim arkadaşlar. Görün ne qəşəngdir. Markete getməkdəsə burayla markete getməyi sevirəm. Mantıqlı bir səbəb deyil. Təbiət qoxusu və biz. Gedirik tatlı almağa. Tatlı. Mən yoğurt alacağım. Wow. Yalan diyor dostlar. Size paracağım oraya, ben paracağım. Her şey alırım. Fırın var, kruasan, hot dog, börekler, şirin de var. Şirin Hem sarışmıram. Göz oğlan şahittir. Ayda tatlı çocuktu. Minimum oradan 3'ten bir şey almamam çıkmır. Dostlar. Yavrum burada yoğurt. Alırım da onu da alırım. Yoğurt da plus olarak yoğurt da alır. Hadi kameram yotur be Tamam, gidiyorum. en sağlıklısan. Sağlıklı. Bazı günler sağlıklı olmasak da olar. Vermesen. Mesela bugün niye bugün yağışlıdır? Zaten hava melankolikdir. Hava melankolik olanda ister-istemez mutsuz olur. Bizim kofemiz bitmiş diye bakmadım. Ben çok kofe içmirəm deyə kinirəm. Ama tatlı yiyəndə mutlu olursan, bugün ona göre tatlı yemək olar. Oy da fəlsəfə elədim. Niye tatlı yeməliyim ya? Neyse, fəlsəfi kitab oxuyanda ben təngi nəfəs oldum. Neyse, gedirik markette görüşək. Bay bay. Tabii ki dediğimiz gibi gedirik yoğurt almağa. Ben göstereceğim. Aysin mənim sağlıklı qidalanmağımı qısqanır. Çok kıskandım. Bence de. Mən bilmirəm mənə reklam verməli, çünki eləcə onları paylaşıram. Pis bilmirəm. Deməli, hansından alaq? Mən sevdiyimdən yoxdur. Gava, var, meyvəli. Amma bunun birisi də içində bir sürü şəkər var. 2 dənəsini alacağım. 10 kaşık şeker. İkisini də eyni alırım. Ki biri fərqli olardı. Neyse, qəşəng. Ne alsam acaba? Sabahınız xeyir. Dedim. Yine iyi. Ne aldım ben? Ne aldım? Kararsızlık seviyesi. Yine de. Kruasan al. Kruasan ya şeker dedi. Şekerli yapısın. Tamam. Sandviç mi? Ser sandviç de ağır olan. Dilime çatıyor. Yo.
Ayşe ilə bir sürü kiçik şeylərə pul xərcləyəndən sonra özümüzü Saatda kassada qaldı. xoşbəxt hiss eləyərək və pul xərcləmiş hiss eləyərək keçə bilərik. Məsələn, maşın bilmədim neyini istiyor. Bəli, marketi tərk edirik. Vlogun 3-cü günündən salamlar. Baxıram ki, 24 saatda içən çəkməmişəm. Instagram üçün video çəkməsəm, vlog çəkdiyimi belə unudurdum. Dedim tez bir dənə 3-cü günə də açılış verək, sonra günə davam eləyərik. Bu gün işə getməmişəm, evdən işləyəcəm. Ona görə biraz daha ev həyatına bağlı olacaq bu gün də. Dünən evə normal aslında çox gec gəlmədim, amma gəldim, sonra da belə evdəki monoton işləri həll eləyib yatdım. Heç nə çəkmədim. Biraz yorğun hiss edirdim və bilmirəm havadandır ya nədəndir. Üstümdə bir yorğunluq var idi. Səhər də gec oyandım. Bayağı bir yatmışam, amma yaxşı gəldi, biraz dincəldim. Nəsə, indi Instagram üçün video çəkəcəm. Bir dənə tövsiyə kitablar olacaq. Çünki ilərdə belə bir sürü sərgilər var, kitab sərgiləri. Hətta 25-26 aprelin ilk sərgi olacaq. Ayda mən bu videoyu yayınlayanda sərgi artıq olub bitmiş olacaq. Sərgiyə getsəm oradan da sizə videolar qoyaram, amma növbəti sərgiləri daha tez paylaşacağam ki, gedə biləsiniz. Tövsiyə olan kitabları ala biləsiniz. Nəysə, Instagramda izləsəz, amma daha tez görə bilərdiniz. Bir şey olmaz. İndi mən o videonu çəkim, gələcəm, danışarıq. See you. Cidden Bakı havası məni dəli eləyir. Videonu çəkdim, bitirdim. Videonu çəkəndə saat 1 idi, indi saat 5-ə işləyir və indi günəş çıxır. Mən video çəkəndə çıxmadı. Yəni dünən də belə oldu. Gün orta belə qaranlıq, depressiv hava, amma axşam günəş çıxır. Yəni mövsüm başa düşərəm də, günəşin bu hərəkəti niyə belədir, bilmirəm. Nəsə dostlar, əsas odur ki, videonu çəkdik, birazdan onu Instagrama yükləyəcəm ki, çox gec olmadan çatsın ən azından oxuculara. Necə maraqlı bir video idi, həm də belə informativ, dəstək məqsədli çəkdiyim bir video idi. İndi də biraz istəyirəm kitab oxuyam, çünki işləri də bitirmişəm, görəcəyim işlər bir şey qalmayıb. Biraz kitab oxuyub, biraz yeni seriala başlamışam, onu izləyirəm. Özümə vaxt ayıracağım. Belə. Sabah yenə iş çünki. Evdə olanda fikir vermişəm ki, mən daha enerjik oluram bu arada. İşə gedəndə səhərlər yaxşı oluram. İndi vlog editləyəndə məncə fikir verəcəksiniz, siz də mən də. Səhər belə daha enerjik, günorta və axşam enerji artıq bitib. Amma olsun işte, həyatın reallıqları. Sabahınız xeyir dostlar, necəsiniz? Nəhayət ofisdəyim. Bugün gəldim, darıxmışdım ofis üçün. Arada bir gün gəlməyəndə adamım darıxır, amma hər gün gələndə sıxılırsam. Biraz işlərim var, onları həll edəcəm. Ofisdə olan vaxt daha produktiv keçirməm üçün, çünki daha çox şey eləyə bilirəm. İstər-istəməz, yəni bilirəm ki, bu full beynim məşğul olmalıdır bu saatlarda. Amma evdə olanda istər-istəməz daha az məşğul oluram, daha çox dincələrək eləyirəm nəysə. Ona görə indi getirəm ajandamı yazam, çünki işdə qalmışdı, dönəndə yaza bilməmişəm. Yəni, belə, havanı göstərəcəm sizə indi. Hava belə boz. Sıxıcı. Yolda təmin edirlər deyəsən, sağa qalmalı. Odamasam. Vlogun 5-ci günündən salamlar, gedirik ağa çəkməyə. Biz səbkəsə. Ayız mutsuzdur. Plakatımız da var. Bir dostumuz da var, amma onu çəkmirəm, kameralara düşmək istəmirəm, amma bütün videolarımı axıra qədər istəyir. Hain çocuk. Ben de hamısında varım ama izlemiyorum. Çünki özünü görmək istəmirəm. Heç olmaz. Düzələr, böyüyəcəyim. Dəxilsiz ilk dəfə gedirəm mən də. Şu kitaba getmişəm. Ratını da səv. 2026 get-gedə daha qəribə bir il olmağa başladı. Bir ağaca çəkmədiyim qalmışdı, onu da elədim. Mesela maraqlı bir atmosfer var, amma torpaq qurur. Da ağacın yetişməsi şübhəli. Dostlar, vlogun 6-cı günündən salamlar. Bir xeyli saatları çəkməmişim, çünki günün sonrası zaten monoton ilərləyir deyə çəkmək gərək görmədim. İndi qızlarla görüşmüşük, maraqlı bir trend çəkmişik. Hər birimizin rənglərinə uyğun qızlar göstərim sizə. Əyləşiblər burada. Əl sallaya bilərsiniz kameraya vlogumun bir parçası ola bilirsiniz. Sabah da maraqlı olacaq. Ümumiyyətlə, bu həftə sonu daha əyləncəli olacağına görə düşünürəm, əsas həftə sonluya qoyacağım ya da ümumi həftəni. Nə çəkdiyimə baxmamışım həftəlik və belə dəxilsiz bir vlog olmaz inşallah. Neyse, mikrofonu götürdüm, səs keçməsin sizə. Sabah da çox maraqlı 2 dənə görüş var. Ümid edirəm ki, ikisinə də çataram.
Birinə mütləq gedəcəm səhər, çünki çox belə mükəmməl bir görüş olacaq və digəri də ondan 1-2 saat sonradır və məsafələr də fərqlidir. Çatdıra biləcəm yox bilmirəm, amma istəyirəm ikisini də gedim çəkeyim. Çünki belə intellektual görüşlərdir. Çəkə bilsəm onları da vloqa yerləşdirəcəm. Gərək bu gün gedim vloqun heç olmasa 5 gün editləyim ki, sabah da son günü çəkim və əlavə edeyim, amma bilmirəm alınacaq yoxsa yox. Nəysə, gün içində danışarıq. Məkandan çıxdıq. Burada Qız qalası. Bakının ən sevdiyim yeri ona görə İçəri şəhərdir. Yəni hər anın maraqlı yerlərindən. İnsanın böyle könlü oluşur və bu gün imkan oldu ki, biz İçəri şəhəri daha detallı görək. Qızlar canlarım mənim. Metroya gedirik indi və gedəcək. Yaxşı ki biz gələndə hava yaxşı idi, ona görə çox soyuğa düşmədik, amma indi artıq hava soyudu. Şansımıza videonu yaxşı momentdə çəkə bildik. Nailə videonu editləsə sabah axşam paylaşacaq. Mən bu vlogu sabah axşam əgər paylaşsam, o videoya da girib baxarsınız səhifələrimizdən. Görək maraqlı alınacaqmı? Və növbəti artıq rəng videosunu planlaşdırırıq. İldə bir dəfə biz mütləq ki, belə bir maraqlı video çəkək. Hava çox söndü. Qızlar... Sağ olun. Dolu bir günün sonundan gəldik. Hələ son deyilik, saat neçədir? Telefon cibimdə. Saatdan da xəbərimiz yoxdur. 3-4. Evə gedib biraz kitab oxuyaq. İntellektual videonu editləyim. Gəl həftəlik vlog çəkirəm. Vlogun səhər çəkmişəm, axşamı yoxdur. Axşamı çəkmişəm, səhər yoxdur. Maraqlı bir şeylər ortaya çıxarda bilərik. Amma YouTube çox daha qəşəngdir. Çünki uzun-uzun ürəyimcə, dostlarım deyir 20 dəqiqədə danışırsan sən. Deyirəm siz benim ürəyim doludur. Nəhayət evdəyəm. İndi oturacağam. Bu həftə ərzində çəkdiklərimi baxacağam, görüm nələr çəkmişəm. Ortaya vloglu bir şey çıxır yoxsa yox. Qəşəng olsa onları editləyəcəm ki, sabaha çox iş qalmaz. Çünki sabah da tədbirdəyəm, vaxt olmayacaq. Axşamda gəlib növbəti gün işə hazırlaşacağam çünki ümid edirəm ki, paylaşılacaq bir şey çıxar. Çünki bu qədər danışmışam, bundan heyf olmağını istəmirəm. Amma çıxmaya da bilər. Bilmirəm çünki həftə içi o qədər yoğun olur ki, unuduram nə çəkmişəm, nə danışmışam, nələr yaşanıb. Yəni qarışıq. Nəysə. Əgər ki alınsa izləyəcək. Vlogun 7-ci və son günündən salamlar və ən maraqlı günündən. Çünki bu gün tədbirdəyik, üzləşmə formundayıq. Çox maraqlı bir gün olacaq. Göstərim sizə belə kimlər var. İnsan mənə axtarışında, yəni ad seçimi də çox gözəldir. Əminəm ki, mükəmməl bir aura ilə ayrılacaq buradan. Çalışacağam qısa-qısa bəzi informasiyalarda bölüşüm tədbirin içindən. Və ən gözəl tərəf odur ki, burada gözəl kitab sevər dostlarla bir yerdəyik. Belə intellektual bir gün. Belə dostlar, günün geri qalanında görüşənədək. Söz demiş filosoflar, psixoloqlar, sosioloqlar hamısının fikirlərini biz toplasaq, görərik ki, hamısı həyatın mənasını 4 şeydə görürlər. Aşağı yuxarı hamısı bu mövzunu deyirlər. Birinci qrupu mən nihilistlərə aid edirəm. Nihilistlər nə deyir? Onlar deyir ki, özünüzü yormayın, həyatın mənası yoxdur. Və bu barədə ümumiyyətlə danışmaq belə absurddur, danışmağın belə yeri yoxdur. Məsələn, bunların bariz nümayəndəsi Sigmund Freud idi. Sigmund Freud Maria Bonaparte'a yazdığı məşhur bir məktubu var. Viktor Emil Frankl da öz əsərinin əvvəlində bunu gətirir. Məktub bundan ibarətdir. Əgər bir insan həyatın mənasını axtarırsa, o boş bir şey görür, o axmaq bir insandır. Ona görə ki, həyatın mənası yoxdur. Yəni, bu nihilistlərə görə həyat elə dizayn olunub ki, burada məna axtarmağın yeri yoxdur. İkinci qrupda yer alanlar, bunlar absurdistlərdir. Absurdistlər nə deyir? Bunlar deyir ki, insanın məna axtarmağı bu bizim içimizdən gəlir, ancaq bunun həyatda qarşılığı yoxdur. Absurd da bilirsiniz nədir? Yəni, sən elə bir şeyi axtarırsan ki, o həyatda yoxdur. Təsəvvür edin, bir insan su içmək istəyir, ancaq həyatda su deyilən bir şey yoxdur. Absurd insanı bu cür düşünür. Nihilistdən fərqi nədir? Nihilist təsəvvür edin ki, qaranlıq bir otağa salınmış bir insandır. Bu, işığın yanacağının ümidində deyil. Bilir ki, axtarmağın da yeri yoxdur. Bu, sadəcə olaraq qaranlıq otaqda uzanıb. Ayağa da qalxmır. Ayağa qalxmağı belə mənasız bilir. Və nihilistə görə həyatda heç bir mənəvi dəyərlər yoxdur. Yəni, tutunacağın bir şey yoxdur. Və intihar bunun üçün normaldır, mənalıdır. Absurd insanı nə deyir? Deyir ki, düzdür qaranlıq otağa salınmısan, ancaq dur bir rəqs elə. Bu qaranlıqda heç vaxt sən işıq görməyəcəksən.
Ancaq bir təri, yəni nə vaxta qədər ki yaşayırsan, nəsə bir işlər etmək lazımdır və sənin mərdliyin odur ki, qəbul edəsən ki, həyatda məna yoxdur. Nə qədər bu ağrı olsa da, sənin içinə qədər bu yisə də, bu ağrıya baxmayaraq sən yaşayasan. Həyat da ona görə absurddur. Bu ikinci fikir. Üçüncü fikirləri mən subyektivistlər deyirəm. Bunlar kimdir? Bunlar deyir, yox, belə deyil. İnsan məna axtarır və həyatda məna var. Ancaq bu məna nədir? Subyektivistlər deyir ki, bu məna insandan insana dəyişir və bu mənanı insan özü yaradır. Məsələn, bu zalda nə qədər adam var? Məsələn, 600-700 nəfər adam var. Bunlara görə həyatda, bu dəqiqə bu zalda 600 dənə məna var. Səni nə yaşadırsa, bax, ona deyirlər məna. Məsələn, bu subyektivistlərin ən bariz nümunəsi tarix boyu olublar. Mən ancaq ən belə qabarıq nümunəsi olaraq Viktor Emil Franklı göstərirəm. Auschwitzdə 4 il Almanların həbs düşərgəsində qalıb. Oradan çıxandan sonra bu belə bir nəzəriyyə irəli sürüldü, logoterapiya, yəni məna ilə müalicə. Və özü deyirdi ki, mənim praktikamda bir dənə də intihar edən adam olmuyor. Çünki onların yaşamaq üçün ən azı bir dənə səbəb versən, bu adam yaşayacaq. Xəstəliyinə, müsibətinə, çətinliyinə baxmayaraq bu həyatdan tutunacaq. Ən azı bir dənə məna versən. Maraqlı bunun bir örnəyini verim, mövzumu tam anlamağımız üçün. Bunu həbs düşərgəsinə salırlar. Adam düşünür ki, mən burada çox davam gətirə bilməyəcəm. Burada mənim bu əzablara dözməyimin səbəbi nədir? Və adam fikirləşir, deyir ki, yarımçıq qalmış kitabım var. Mənə Gəldik çay fasiləsinə, nəhayət çay tapdıq özümüzə. Bütün çaylarımızı göstərəcəm. Və bizə belə mini tatlılar veriblər. Happy'yim. Mən bundan qayna olmayacağım sadəcə. Məsələ odur ki, bu beni ikna etmir. Məsəl. Çay çək, davam eləyəcəm. Gidirim şəkillərimi paylaşım Instagramda, baxarsınız. Amma mən darıxıram. Çox darıxıram. Rayan, hardasan indi? Necəsən indi? Nəhayət evdəyim dostlar, gəlib çıxdım. Özümü biraz yorğun hiss edirəm çünki forum biraz uzun idi, istər-istəməz yorğunum. Bir də yemək kimi özümə gələcəm. Ümumi olaraq qəşəng keçdin. Həftəni çox gözəl bir tədbirlə bağladıq. Orada özümə bir çox suallar qeyd etmişəm. İndi biraz özümə gəlim, onlar barədə düşünəcəm, yazılar, qeydlər götürəcəm. Çünki belə görüşlərin əsas məqsədi odur ki, sən özünü ən azından fərqli bir baxış bucağından baxmaq öyrənəsən. Ən azından mən psixoloji kitabları çox oxuyub, belə seminarları çox izləmişəm deyə bir növ mənə tanış olan mövzudur. Amma orada fərqli insanları görürsən, fərqli həyatlar və onların baxış bucağından da həyata, dünyaya baxmaq maraqlı bir hissdir. Ona görə bütün işləri həll edib ona da baxacağam və indi vlogu tez yekunlaşdıracağam ki, editləməyə başlayım. Ya bugün, ya sabah editləyib bitirib, yəqin ki, sabah axşama qədər paylaşmış olaram ki, çox da gec olmasın. Yəni həftənin üstündən çox keçmiş olmasın. Yəni belə. Baxanda dünən biraz editləməyə çalışdım. Görürəm ki, yəni bəzən yaşayanda istənilməsək də həftənin içində nə qədər dolu-dolu, fərqli-fərqli nələrsə yaşayırıq, hadisələr olur və necə gözəl keçir. Vaxt ən azından mənim üçün ki, İstədiyim kimi dolu-dolu, verimli bir həftə keçirdə bilirəm, vaxt keçirdə bilirəm. Bəzən elə olur ki, məndən asılı olmayan səbəblərdən bu tam olaraq belə olmur, amma olduğu qədərini oldurmuşam da, yəni maksimum mənim üçün buydu və bunu da eləmişəm. Ona görə indi hələ ki sonlandırmayım vlogu. Bəzi oxuduqlarım barədə danışım, sonra sonlandıraram və növbəti vloqlara başlayarıq. Deməli, bu kitabı hələ də oxuyuram, çünki fəlsəfi bir kitabdır, çox ağır gedir, ona görə yavaş-yavaş oxuyuram və evdə qoymuşam ki, evdə oxuyum, özümdən aparmayım. Çünki bu kitabı işdə oxuyanda beynim yanır, yəni həqiqətən çox düşündürücüdür. Bu kitaba isə yeni başlamışam, həftə sonu başladığım üçün çox oxuya bilmədim. Ona görə biraz yatmamışdan öncə hər iki kitabdan da oxuyacağam və bu kitabı sabah yenidən özümdə işə aparacağam. Bilmirəm, bugün bitirə bilərəm, yox 200 neçə səhifədən bugün bitirə bilmərəm. Ona görə məndən gedəcək işə. İndi isə vlogu sonlandırıram. Dostlar, videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Mən isə gedirəm, artıq videonu editləyim. Biraz da danışsam, çünki bu videonu editləmək alıb gedəcək başına. Ona görə növbəti videolarda görüşənədək suallarınız varsa hər zaman kimi yaza bilərsiniz. Sağ olun.